Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna qədəm qoydu. Dahi şəxsiyyət Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun siyasi kursunu böyük uzaqgörənliklə və müdrikliklə davam etdirə biləcək layiqli şəxsiyyətin yetişdirilməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində deyirdi. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taliyə yüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Bugün böyük qürur hissi ilə deyə bilərik ki, Ulu Öndərin dediyi sözlər, Cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü tam doğruldub. Əsrə bərabər 22 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş vətən müharibəsi dayanır. Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bugün Prezident İlham Əliyevin gərgin əməyi, güclü səyləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir. Bütün bu işləri dünya heyranlıqla izləyir. Möhtərəm Prezidentimiz İlham Əliyev təhsil sahəsinə hər zaman yüksək diqqət göstərib. Bugün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsait ilk yerlərdən birini tutur. Eyni zamanda dövlət başçısının uğurlu siyasətinin nəticəsidir ki, bugün Azərbaycanda dini dözümlülük və tolerantlıq ən yüksək səviyyədədir. Bugün Azərbaycan bu sahədə bir çox dünya ölkələri üçün əsl nümunədir. Cənab Prezidentin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası, yenilərinin inşası sahəsində ardıcıl tədbirlər milli mənəvi dəyərlərimizə olan böyük diqqətin və qayğının göstəricisidir. Son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristiyan məbədlərinin bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini mənəvi durumun göstəricisidir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti seçildiyi 2003-cü ildən indiyə qədər ölkədə dövlətin dəstəyi ilə 250-dən artıq məscid tikilmiş və ya bərpa edilmişdir. Bugün Cənab Prezidentin ad günüdür. Bütün Cəbrayıllar adından möhtərəm prezidentimizi, Müzəffər Ali Başkomandan İlham Əliyevi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir. Azərbaycan inkişafı naminə ona gələcək fəaliyyətində uğurlar arzulayır.